Mən Şəbnəm Mirzəyeva, Qədim Quran Araşdırma Mərkəzinin nümayəndəsi və Əhl-i-Beyt məclislərinin təşkilatçısı olaraq bu gün burada İrs Mediada xidmət göstərdiyimə görə çox şadam və İrs Media əməkdaşlarına təbii ki, ilk növbədə təşəkkürümü bildirmək istəyirəm. Onlar ki, bizim zəhmətimizi çəkirlər. Düzdür ki, Əhl-i-Beyt yolunda xidmətin heç bir zəhməti yoxdur. Bilənlər bilir ki, Əhl-i-Beyt yolunda xidmət Allahın rəhmətidir, minnətidir və nemətidir. Hər bir halda Allah hər birimizdən ali dərəcədə qəbul eləsin və bizlərin bugün burada olmamıza səbəb İmam Rza əleyhissalamdır və mən də elə fürsətdən istifadə eləmək istəyərdim ki, başda əsrimizin imamı, Mövlamız, Allah onun zuhurunu təcil eləsin, ağamız Mehdi olmaqla bütün Əhl-i-Beyt aşiqlərini İmam Rza əleyhissalamın mövludu münasibəti ilə təbrik edirəm. Allah bizlərə bu dünyada ağanın nəzərini, duasını, axirətdə isə şəfaətini əta eləsin. Və təbii ki, bizlərin bugün burada olmağımıza mən vurğuladım ki, səbəb İmam Rza əleyhissalamdır və studiyamızın çox əziz, dəyərli qonaqları var ki, mən çox vaxt almadan onları təqdim eləmək istəyərdim ki, və əziz qonaqlarımıza buyurmaq istəyirəm ki, bugün əgər siz buradasınızsa, əslində bu bizim sizə dəvətimiz deyil. Məhz İmam Rza əleyhissalamın sizə dəvətidir. Allah xidmətinizi ali dərəcədə qəbul eləsin. Və bizim əziz dəyərli Hacı xanımımız ilahiyyatçı, yazıcı, publisist və pedaqoq. Ağayeva Mənzər. Hacı xanım, xoş gəlmisiniz. Sizə çox təşəkkür eləyirik ki, dəyərli vaxtınızı ayırmısınız. Bugün buradasınız, xidmətdəsiniz. Allah qəbul eləsin. Və əziz, dəyərli 44 günlük müharibədə qəhrəmancasına döyüşən və şəhid olan Kərbəlayı Şəhid Sərxan Əliyevin əziz, dəyərli, imanlı, təqvalı anası Hacı xanım İsmira Əliyeva. Anacan, xoş gəlmisiniz. Çox sağ olun. Təşəkkür eləyirəm ki, vaxtınızı ayırmısınız. Allah xidmətinizi ali dərəcədə qəbul eləsin. Təbii ki, bizim bugün mövzumuz İmam Rza əleyhissalamdır. Mən ilk növbədə müraciət eləmək istəyirəm əziz dəyərli Hacı xanıma. Hacı xanım, sizdən xahişim odur ki, İmam Rza əleyhissalam haqqında qısaca məlumat verəsiniz və bir neçə sualımız var ki, sizə yönləndirəcəyik. Buyurun, zəhmət olmasa. Təşəkkür edirəm dəvətinizə görə. Uğurlar arzu edirəm işlərinizdə. Bağışlayan və rəhimli Allahın adıyla. Bəli, imamlar haqqında danışmaq böyük bir mükafatdır bizlər üçün bugünkü gündə. İmam Rza bizim 8-ci imamımızdır. Müseyib Kazımın oğludur İmam Rza. Və İmam Rza'nın həyatını biz 3 mərhələyə bölə bilərik. Bunlardan birinci mərhələ Müseyib Kazım zindanda olduğu zaman bilirik ki, Abbasilər xəlifəsi dövrünə düşür, Harun Rəşidin dövrünə düşür onların həyatı və Müseyib Kazımın şəhadətindən sonra, zəhərlənib öldürüldükdən sonra o vaxt İmam Rza'nın 35 yaşı var idi və imamlıq ona təhvil verildi. O Harun Rəşidin dövründə yaşadı. O bir hardasa 15 il demək olar ki, və bu zaman Harun Rəşidə gəlib tez şikayət edirdilər ki, bəs İmam Rza öz imamlığını, öz vilayətini çox kəskin surətdə təbliğ eləyir, yəni çoxlu tələbələr yetişdirir, insanlar ona hörmət eləyirlər, dəyər verirlər. Harun Rəşid də belə cavab verir ki, mən Müseyib onun atasına elədiyim elə bəsdir, bu qədər. Çox önəm vermir İmam Rza'ya. Sonra Harun Rəşidin ikinci oğlu Əminin vaxtında, Məhəmməd Əminin vaxtında o qədər də yenə İmam Rza öz fəaliyyətini davam elətdirə bilir. Artıq gəlir deməli Məmun, Harun Rəşidin oğlu Məmun hakimiyyəti keçdiyi zaman Məmunun İmam Rza'nı nəzarətdə saxlamaq üçün deməli Mədinə şəhərindən onu Xorasan şəhərinə dəvət eləyir. Düzdür, İmam Rza gəlmək istəmir. Çünki orada ona çox böyük hörməti var idi, izzəti var idi. İnsanlar ona çox böyük dəyər verirdilər, hörmət eləyirdilər və onu imam kimi qəbul edib, onun sözünə eşidir və ondan məsləhətlər alırdılar. Və bu da deməli Məmunu çox qəmgin edirdi.
onu dəvət etdi Xorasana və hətta ona öz deməli xəlifəliyini təklif etdi. Lakin İmam Rıza onun xislətindən agah olduğu üçün demək olar ki, təksib etdi. Çox təzyiqlərdən sonra İmam Rıza onu vəliəhd kimi, yəni Məmunun vəliəhdi kimi bu vəzifəni qəbul etdi. Burada bir çox Məmunun demək olar ki, xislətində nə vardı ki, İmam Rızanı insanların gözündən salsın və onu doğrudan da hakimiyyət deməli istəkli olduğunu sübut eləsin və özünə həm də insanlar arasında özünə hörmət qazanmaq üçün deməli İmam Rızanı öz vəliəhdi elan etdi. Sonra İmam Rıza məcburi təzyiqlər nəticəsində qəbul etsə də, ancaq demək olar ki, Məmun istədiyinə nail ola bilmədi. Əksinə demək olar ki, Məmuna bir çox məsləhətlər verir. Hətta o bu şərtlə qəbul eləmişdi ki, mən dövlət işlərində iştirak eləməyəcəyəm. Və Məmuna təzyiqlər göstərir və artıq Məmun görürdü ki, bunu idarə edə bilmir. Başladı digər dinlərdən olan alimləri dəvət etməyə, məclislər qurmağa. Eynilə o bizim Peyğəmbərimizin dövründə Yahudi alimləri yığılırlar, Məkkə müşrikləri ilə gəlirlər, Peyğəmbərimizə suallar verirlər. Eynilə də bu cürə gəldilər ki, yığışıb tez-tez məclislər eləyir ki, deməli, İmam Rızanı gözdən salsın, onun savadsız olduğunu görsətsin. Ancaq İmam Rıza da bildiyimiz kimi lədun elminə, Nəsut elminə sahib idi. Lədun kainat elmləri, Nəsut da yer üzünün elmləri idi və bunlara sahib idi və bütün kitabları demək olar ki, çox gözəl bilirdi. Oradakı qissələrdən xəbəri var idi, kainat elmlərindən xəbəri var idi. Çünki Allah-u Teala Peyğəmbərimizə bu elmləri vəhy eləmişdi. Cəbrail əleyhissalam vasitəsilə ona suallar verildiyi zaman, bir də Peyğəmbərimiz miracıda olanda 7 göydə olan, 7 qat göylərdə olan Peyğəmbərlər öz elmlərini Allahın əmri ilə Peyğəmbərimizə vermişdilər. Hətta Sidre-i Müntəhada, kürsüdə, Ərş-i Əlada Allah Teala Peyğəmbərimizlə, yəni qəlb gözü ilə söhbət etmiş və ona digər elmlərdən də xəbərdar etmişdi. Və Peyğəmbərimiz də bu elmləri demək olar ki, yalnız Həzrət Əliyə, onu Cəfr elmi də deyirlər, Həzrət Əliyə əmanət etmiş və ondan sonra gələcək imamlara deməli, bu elmləri vermişdi. Biz 6-cı İmam Cəfər Sadiqin dövründə Allah Teala'nın izni ilə həm də Əməvilərin 90 il hakimiyyətindən sonra Abbasilərin o 500 il hakimiyyətin əvvəli idi ki, bir şərait mümkün yaranmışdı. Cəfər Sadiq 4000 tələbə şagird deməli hazırladı və bu elmlərdən azca sızdırdı. Gün demək olar ki, yer üzündə, istəyir Avropa ölkələrində, istəyir bizim digər ölkələrdə Cəfər Sadiqin elmindən başqa, demək olar ki, bildirdiyi elmdən başqa elmi yoxdur. Və sonra bildiyimiz kimi xaç yürüyüşü oldu və həmin elmləri mənimsədilər Avropalılar və İslam dinində pərakəndəlik saldılar, təriqətlər yaratdılar ki, İslam dini zəifləsin. İndi gəlirik yenə İmam Rızanın həyatına. İmam Rıza bütün elmlərdə suallara cavab verir, görürdülər ki, bütün elmlərdən xəbərdardır və bu Məmunu çox qəzəbləndirirdi. Onun nəfs əmmarəsini idarə edə bilmirdi. Onun rəzalətləri onu boğurdu, paxıllıq hissi, ondan sonra həsəd hissi artıq Məmun dözə bilmirdi. Bu İmam Rızanın şəhadəti yetirilməsinin digər səbəbi ona göstərilir ki, deməli o dövrdə Mədinə şəhərində olan İmam Rızanın qohumları, bacıları, qardaşları və digər qohumları gəlirlər İmam Rızanın ziyarətinə gəlmək istəyirlər və bu zaman artıq gəlib yol boyu bunlar yığışdıqda gəlib Xorasanda, yəni sərhədə gəlib çatana qədər 15.000 artıq insan var idi onların içərisində. Və Məmun bu sözü eşitdi və əmr etdi ki, onların hamısını qırın.
Bəli, o zaman bütün o onun qohumları, İmam Rızanın qohumları demək olar ki, şəhadətə yetdi və onlardan bəziləri, çoxları qaçıb qutara bildi və müəyyən insanlar onları gizlədə bildilər və bu gün də Azərbaycan torpağında məskunlaşan seyidlər, övliyalar demək olar ki, İmam Rızanın o qaçı-qaçlı olan deməli balaları, nəvələri, qohumlarıdır. Və bu zaman İmam Rızanın bacısı da Məsumə xanım da orada olur və onun ətrafındakılar şəhadətə yetdikdən sonra o çox zəifləyir və deyir ki, bu yaxında hansı şəhərdir ki, mən gedim orada, yəni həyatımın sonunu yaşayım. Gəlir indiki Məşəd Qum şəhərində, yaxında Qum şəhəri olur. Gəlir bir müddətdən sonra o xəstələnərək şəhadətə yetir. İndi mənim sözümü canı odur ki, bizim 12 imamımız var. Allah Teala ruhları bizlərə kömək olsun və bu 12 imamın 11-i demək olar ki, şəhadətə yetmiş şəhidlərdirlər. Şəhidlərdirlər və Quranda Mömin surəsi, yəni Qafur surəsində 54-cü ayədə, Nəhl surəsində, Mürsələt surəsində belə buyurulur. Peyğəmbər və onun möminləri, şəhidləri məşər günü hər bir müsəlmana şahidlik edəcəklər. 3 dənə ayə var. Bu 3 ayədə təkrarlanır ki, həqiqətən də o şəhidlər, məsumlar, onlara məsum da deyirlər. Məsum imamlarımız bizə Peyğəmbərimizlə birlikdə necə hər ümmətinə, hər Peyğəmbər şahidlik etdiyi kimi, Peyğəmbərimizin də bildiyimiz kimi Allah Teala Livey Həmd adında bayraq ona verib ki, məşər günü onun ümmətləri onun ətrafında yığılsın və məşər günü Peyğəmbərimizin geyinəcəklər, imamlar dayanacaqlar və bizə şahidlik edəcəklər. Bizdən soruşacaqlar. Peyğəmbər, Quran-ı Kərimdə 25 Peyğəmbərin həyatından danışılır. 3-ü gizli keçir. 25 Peyğəmbərin hamısının ayrı-ayrı vəsiyyətləri var. Peyğəmbərimizin vəsiyyəti isə bundan ibarətdir ki, Allah belə buyurdu. Allah buyurdu. Ya Peyğəmbərimiz öz risaləti əvəzində Şura surəsi 23-cü ayə bizdən Quran-ı Kərimə və Əhl-i Beytinə məhəbbətdən başqa bir şey istəmədi. Və həmin o qiyamət günü, məşər günü Livey Həmdin altında Peyğəmbər soruşacaq. Ey mənim ümmətim, mən sizə 2 əmanəti qoymuşdum. Hansını gətirdiniz mənə? Hansını qoruya bildiniz? Hansını sevə bildiniz? Bir də ki, biz Peyğəmbərin xatirinə, Allahın buyurduğu əmrə görə imamlarımızı sevməliyik. Həm də ki, bir qeyd elədim, elmin şəhəri Peyğəmbər, qapısı əlidir. Biz elmli olmaq üçün, İslam dini tam mənimsəmək üçün mütləq ki, imamlarımızın elmindən bəhrələnməliyik və onların təqvasından nümunə götürməliyik, onların ədəblərindən nümunə götürməliyik. Peyğəmbərimizi Peyğəmbər eləyən onun ədəbi oldu. İmamlarımızı sevdirən, o İmam Rızanı deyir, dostu da sevirdi, düşməni də sevirdi, hər kəs sevirdi. Onun qərib imam adlanması da o qəriblikdə yəni torpağa bastırılmasıdır. Bəli, İmam Rıza hər kəs tərəfindən sevilmiş, səxavətli, dünya görmüş, bütün dünya elmlərinə agah olan bir imamımız olun. Məsum imamımız olun. Və biz də onu sevməyə, bütün İslam ümməti, yəni təriqətindən asılı olmayaraq imamlarımızı sevməyə Allah qarşısında, Peyğəmbərimiz qarşısında borcludular. Allah razı olsun. Allah qəbul etsin. Hacı xanım, sualım odur ki, İmam Rıza əleyhissalamın bizlərə ən ciddi tövsiyəsi nə edir? İmam Rızanın bizə ən ciddi tövsiyəsi elm. Öyrənmək, oxumaq, Quranı tam mənimsəmək. Quran elmin özüdür də demək olar ki. Quranda olmayan elm yoxdur.
Biz özümüzü tanımaq üçün, dünyanı tanımaq üçün, gəlişimiz üçün, gedişimiz üçün bu dünyaya ne üçün gəldik, ne üçün gəlmişik və nəyə görə necə gedəcəyik, bunu hara gedəcəyik, bunu bilmək üçün İmam Rıza tövsiyəsi budur ki, Qur'anı oxuyun, öyrənin, onu başa düşün. Buyurun. İmam Rıza əleyhissalamın ikinci sualımızdır. Buyurun. İmam Rıza kimi ziyarət etməyi özünə ziyarət etməyə bərabər tuturdu? Əlbəttə İmam Rıza biz o ziyarətlərdə gedəndə ən birinci Qum şəhərinə gedirik, Məsumə xanımı ziyarət edirik. Çünki o həm İmam Rızanın bizə tövsiyəsidir, buyruğudur. Biz onu yerinə yetiririk. Yəni Məsumə xanımı ziyarət etmək. Ağa İmam Rıza əleyhissalam hansı səmavi kitabları, yəni hansı kitabların hafizi idi? Mən bir qeyd elədim ki, o 4 səmavi kitabın hafizi idi. Deməli, Tövratda, Zəburda, İncildə nə vardı, hansı qissələr vardı, hamısını bilirdi. Və biz bir də unutmayaq ki, Quran-ı Kərim onlardan da qabaq nazil olan bir kitabdır. Yəni ki, 7 mərtəbə ki, Allah tənəzzül eləyir. Lə təəyyün, bilinməyən, təəyyün, sani təəyyün, cəbərut aləmində Peyğəmbərimizin ruhunu yaratdığı zaman, ilk yaratdığı ruh və ona xitabən buyurdu ki, sən olmasaydın bu kainatı yaratmazdım. Və bu zaman artıq lövh-i məhfuzda Quran-ı Kərim var idi. Quran-ı Kərim var idi və zaman gəldi, bütün bu kitablar nazil oldu. Bu 4 kitabın tamamilə Quran-ı Kərimin özündədir və zaman gəldi, Qədr gecələrinin Peyğəmbərlik verildikdən sonra Peyğəmbərimizə Merac gecələrinin birində, Qədr gecələrinin birində Allah Teala Quran-ı Kərimi lövh-i məhfuzdan götürüb yeryüzünün göyünə indirdi. Və oradan 23 il müddətinə Cəbrail əleyhissalamla vasitəsilə Peyğəmbərimizin hadisələrlə əlaqədar qəlbinə indirildi. Buyurun. Gözəl. Son sualımızdır. Buyurun. İmam Rıza əleyhissalam Qurandan neçə ayı oxumağı bizlə? İmam Rıza əlbəttə o deyərdi, hər bütün gün oxuyun Quranı, ancaq heç olmasa gündə 50 ayəni oxumağa bizə məsləhət görür. Yəqin onların da hikmətləri var bizim bilmədiyimiz. Buyurun. Çünki biz də icra edə biləyik. Bəli. Xanım, təşəkkür edirəm. Buyurun. Allah elmimizə, ömrümüzə bərəkət Sağ olun, versin. çox sağ olun. İndi isə əziz dəyərli şəhidimiz Sərxanın anasına müraciət eləmək istəyirəm. Hacı xanım, bilirik ki, Azərbaycanda İmam Rıza aşiqləri çoxdur. Düzdür ki, hər bir Əhl-i-Beyt aşiqinin bir imama məhəbbəti çoxdur. Çünki o imamla Allaha daha çox yaxınlaşır, dərk eləyir, belə deyim. Və mən tədbirlərdə həmişə buyurmuşam ki, bizim öncədən 44 günlük müharibədən öncə tədbirlərimiz olub. Hətta aprel şəhidlərinin ailələrindən tədbirlərimiz olub və sonraki 44 günlük müharibə oldu. Bizim tədbirlərimizin 80% sülh şəhidləri təşkil edib. Və bizlərin sülhlərin yanında olmağımıza niyyətimiz ancaq Allahın razılığıdır və biz bilirik ki, sülhün haqqımız, şəhidlərin haqqı son nəfəsə qədər bizim üzərimizdədir. Biz bəzi insanlar kimi, məsəl üçün, şəhid ailələri, şəhid analarının yanında olmaqla özümüzü heç vaxt gündəmə gətirməmişik, reklam eləməmişik. Buna ehtiyacımız da yoxdur. Çünki bu səhv yəni yanaşmadır da. Sadəcə olaraq niyyətimiz sizlərin qəlbi biraz aram olsun. Hələ sizin bizə bir kəlmə qızımsan deməyimiz bizə bu bəsdir də. Və onu bildirmək istərdim ki, Esmira ana, biz bütün şəhid analarına ana deyərək müraciət edirik. Esmira ana mənim o eşq səfərimin gözəl yoldaşı olub. Biz o gözəl yolu bahəm addımlamışıq və o yolda deyim ki, hər addımda Sərxanı öz yanımızda hiss eləmişik. Çünki Quranın ayəsi bizə kifayətdir ki, şəhidlər diridirlər. Və Esmira ana, siz özünüz meşə ziyarətində olmusunuz. İmam Rıza zəbbarısınız. İmam Rıza əleyhissalamın kəraməti ilə bağlı, o hərəmdə hansı gözəlliklərlə rastlaşmısınız, onunla bağlı zəhmət olmasa bir. Bağışlayan və mehriban Allahın adı ilə Allahın salamı, xeyri, nuru, bərəkət olsun. Hər birinizin üzərinə təşəkkür edirəm ki, bizi dəvət etmişsiniz bu gözəl məclisə. Uğurlu olsun, bərəkətli olsun. Sizə uğurlar arzu edirəm bu yolda. Bəli, biz İmam Rızanın ziyarətində olmuşuq. İmam Rıza Rauf ağadır, mehriban ağadır və mən İmam Rızanın
İlk öncə şəhid Sərxanla bərabər olmuşuq biz o ziyarətgahda. Ondan sonra da yenə dəfələrlə şükür olsun aləmlərin Rəbbinə. Allah lütf edib, İmam Rıza dəvət edib, yenə də biz o ziyarətdə olmuşuq. Və mən orada bir möcüzənin şahidi olmuşam. Orada şəhid anaları və digər turla bizlə gedən zəvarlarımız, demək İmam Rızanın hərəminə çox yaxın bir yaxınlığında bir alimin qəbri var, ağ qəbri var. Biz orada bir balaca məclis keçirirdik. Orada təbii ki, Sərxanın da şəkli bizlə idi. Hara gedirəm özümlə aparıram mən şəkillərin. Və biz o şəkli qoymuşduq yerə. Kənardan bir çox uca, çox bir əzamətli, gözəl, qara çarşafda qadın keçdi içəri, yavaş-yavaş sanki bir iynə axtarır və baxdı sağına, soluna, çox zəif addımlarla keçdi. Nəhayət o həmin qəbrin baş tərəfində dayandı. Dayandı və çox belə sıxıldı. Sanki insanın bir güclü ağrısı olar, belə bir çətin vəziyyətdə olar, başladı qışqıraraq ağlamağa və dizlərini yerə qoyaraq ya Həbibim, ya Həbibim deyə-deyə sürünə-sürünə gəldi düz şəkil tərəfə. Gələndə şəkil tərəfə təbii ki, biz də bilmirik nədən söhbət gedir, niyə belə eləyir. Və orada biz soruşduq, xanım Ərdəbilli xanım idi, Məşəd şəhərində yaşayırdı. Dedi, mənim anam dünyasını dəyişibdi, olar hardasa 1 il yarım, 2 il. Mən anamın məzarı üstünə gedəndə sanki bir aramlıq tapırdım. Çox ağlayırdım, çox ağlayırdım. Mənim anamdan başqa mənim heç kimsəm yoxdur. Amma deyir, baxırdım ki, aramlıq tapıram. Bir də ki, sanki mənə nə isə toxunur da belə kürəyimdən. Deyir, dönürdüm, baxırdım arxama, baxırdım ki, bu sima. Deyir, ikinci dəfə də yenə bu eyni şey təkrar olundu. Üçüncü dəfə deyir, bir də elə bir hadisə olanda deyir, mənə dedi ki, mən artıq gedirəm. Siz istəsəz axtarsız məni taparsınız. Nəhayət deyir, mən bu gün qonşularımla ziyarətə gəlmişdim. Deyir, sanki mənə dedilər ki, sən bu qapıdan gəlmə. Sən keç digər qapıdan gəl. Mən deyir, qonşularıma dedim ki, siz gedin, biz sonda görüşərik də. Mənim başqa bir qapıya gedən yerim var. Gəldim, deyir, sanki mənə işarə eləyir ki, biraz da gəl, mən buradayam. Nəhayət deyir, mən bu qapıya çatanda çox möcüzəli idi də, təsəvvür edin ki, onu gözlə görmək. Çatanda qapıya deyir, mənə dedi ki, mən buradayam. Və mən gördüm ki, doğrudan da buradadır. Sonra çox şəkili qucaqladı, o qədər ağladı, çox ağladı və mənim bağrına basaraq ayrılmaq istəmirdi. Dedi ki, mən Məşəd şəhərində yaşayıram. Artıq siz də mənim əziz qonaqlarımdan ola bilərsiniz. Hətta gedək bizdə qalın. Sizin də burada bir eviniz oldu. Təəssüflər olsun ki, artıq biz geri dönüş etməliydik. Həmin günü qayıtmalıydıq. Yəni bu hissi, bu möcüzəni mən orada yaşadım. Yəni mən tək yox, şəhid anaları ilə, bizim zəvvar yoldaşlarımızla, yenə də biz Ərbəyin yoldaşı olmuşuq. Orada da möcüzələr çox oldu, hədsiz oldu. Son gedişimizdə də siz özünüz Şəbnəm xanım şahidsiniz ki, Beynül Hərəmində şəhid Kərbəlayı Sərxan çox narahat idi. Və mən sizə dedim ki, bizim müşkülümüz olacaq, çox narahatıq. Siz dediniz ki, artıq gəlmişik, qayıdacaq, bizim biletlərimiz də alınıb və bizim İstanbula çatanda təyyarəmiz artıq uçub getmişdi. Biz qaldıq. Və Şəbnəm xanım baxdı mənə, dedi, daha mən bir söz deyə bilmirəm. Bəli, Sərxan kəramətlidir. Quranda ayə var, şəhidlər ölmür, diridir, dəfələrlə onun möcüzələri, kitab qədər. Bəli. Və mən icazə versəz bir şeyi də vurğulamaq istəyərəm. Şəhid Sərxan Ramazan ayının 17-ci günü, cümə günü dünyaya gəlib və Qum şəhərində yaşayan bir xanım var. Dəfələrlə Şəhid Sərxanı o yuxusunda görüb, Beynül Hərəmində də Şəbnəm xanım bilir, çox məlumatlarımız var. Və mən sırf bu yuxunu demək istəyirəm ki, Sərxanı
Məşhəddə də görmüşük. Sərxan deməli doğum günü Ramazan ayının 17-ci günü cümə günüdür. Və mən paylaşımlarda paylaşmışdım ki, baxmayaraq ki, sənin 22 yaşın var, 25 yaşın oldu, sən mənim üçün 22 yaşında qalmısan. Güllərdən gözəl olan balam. Və həmin xanım heç məni tanımır, mən onu görməmişəm, yəni əlaqəmiz yox idi. Həmin xanım yuxuda görür ki, çox qara böyük bir maşınla İmam Rızanın hərəminin yanında mən maşın dayanır, düşürəm, əllərimdə çoxlu güllərlə deyir ki, baxın, ana, bu ananı tanıyırsınız. Bu ana güllərin verəcək, siz də götürün. Bu övladı üçün gülləri hədiyyə verir sizin üçün. Və xanımlar, bu güllər bilirsiniz hansı güllərdəndir? Bu güllər İmam Rıza əleyhissalamın hərəmindən bəzədilmiş güllərdir. Deyir, xanımlar götürür bu gülləri. Deyir, bilirsiniz hansı şəhidin anasıdır? Deyir, belə deyəndə baxıram ki, şəhid Sərxan o İmam Rıza əleyhissalamın hərəminin yanında çay süfrəsi verilir, eysan və deyir, orada ağ, uzun, çox gözəl bir paltarda özündən də daha da bir gözəl, sanki bir günəş parlayır, başında əmamma, gülərək baxır bizə. Deyirəm, xanımlar, baxın, bu şəhid Sərxanın anası budur. Yəni çoxdur. Vaxt bitməz, Şəbnəm xanım bilir. Quranda hansı ayələr varsa şəhidə görə, yəni o yuxularla şəhid Sərxan yuxularına gəlir. Bəli, xüsusən də Qumda təhsil alan xanımın yuxusuna dəfələrlə Sərxan gəlib. Çox gözəl. Allah sizdən razı olsun. Təşəkkür edirəm İsmir xanım. Ümumiyyətlə belə deyim ki, şəhidlərimizin hamısı bizim üçün çox əziz və dəyərlidir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Onların ruhunu İmam Hüseyn əleyhissalamın ruhundan ayrı salmasın. Qazilərimiz ki var, canlı şəhidlərdir. Allah onların canını sağ eləsin, onlara şəfa versin və əskərlərimiz ki, Allah onların vasitəsilə bizi qoruyur. Allah onları öz amanında saxlasın və bütün şəhid anaları bizim üçün əziz, dəyərlidir. Hələ buradan bütün anaları bu bayram münasibətilə mən təbrik eləmək istəyirəm. Həmişə onlara deyirəm ki, bizim məclislərimiz sizinlə gözəldir. Hər birinin qarşısında mən baş əyirəm, əllərindən öpürəm və təbii ki, mən İmam Rıza əleyhissalamla bağlı gözəl çıxışlar oldu. Həqiqətən də İmam Rıza əleyhissalam çox mehriban ağadır. Mən çox da onun ziyarətində olmasam, amma uzaqdan uzağa onun mehribançılığını hiss eləmişəm və bu gözəl məlumatlara görə mən sizə təşəkkür edirəm. Amma bizim ikinci mövzumuz var. Bir aktual, belə deyim, həssas, düzdür ki, uzun mövzudur, amma biz biraz bacardığımız qədər istəyərdim ki, əziz Hacı xanım, bununla bağlı bizə bir-iki tövsiyələrinizi verəsiniz. Baxın Hacı xanım, biz ictimai fəaliyyətimiz var, düzdürmü? Və bu ictimai yerdə tək hicablı xanımlar olmur ki, hicabsız xanımlar da olur da. İndi mən bunu bildirmək istərdim ki, mən sadəcə olaraq aparıcıyam. Mən ilahiçi xanım deyiləm ki, tövsiyə verim, xutbə eləyim, düzdürmü? Və sizin burada dediyiniz tənqidləri, belə deyim də, Allah xatir tənqidləri, tövsiyələri birinci növbədə mən özümə götürəcəyəm. Allah razı olsun. Yəni bu belə olmalıdır. Baxın, mən özüm şahidi olmuşam, amma bəzi hicabsız xanımlar var ki, mənə deyirlər ki, Şəbnəm xanım, niyə görə sizin bəzi hicablılarınız bu qədər təkəbbürlüdür? Yəni biz hicabsızları görəndə bizimlə elə rəftar edirlər ki, bizim qəlbimiz qırılır. Yəni bir hicablı xanıma yaraşarmı bu cür təkəbbürlü olmaq, qəlb qırmaq? Yəni bizi əslində özlərinə çəkməlidirlər. Əksinə uzaqlaşdırırlar. Bununla bağlı tövsiyəniz həmin o hicablı xanımlara. Allah razı olsun. Mən qeyd eləmək istərdim ki, bugün müasir dünyada yaşayırıq və demokratik bir dövlətdəyik. Dinimiz də demokratik bir dindir. La ikraha fid-dini. Dində hər kəs məcburiyyət yoxdur. Allah istədiyini düzgün yola yönəldir. Bu bizim dinimizdədir. Yəni dinimiz də demokratik bir dindir. Yəni müasir bir dindir, elm dinidir. Bütün dünya elmlərini özündə əhatə eləyən bir dindir. Və İslam sözü sülh, məhəbbət, bərabərlik, vəhdət bildirir. Və bugün bütün Avropa ölkələri, Amerikanın özündə, İngiltərədə, Fransada,
Almaniyada, Böyük Britaniyada demək olar ki, sürətlə, çox sürətlə yəni müsəlmanlaşma, İslam dini sürətlə qəbul edirlər. Bu gün orada çoxlu məscidlər tikilir. Hətta bir qorxu yaradır onlarda ki, bu İslam dini necə bu qədər inkişaf edə bilir bu ölkələrdə, xristian ölkələrində? Çünki xristian ölkələrində İslam dinini tam mənimsəyirlər. Onlar kimlərdir? Adətən alimlər, bilikli insanlar. İslam dinini, bütün dinləri araşdırır, gəlir sonda görür ki, həqiqi elm dini İslam dinidir. Ona görə bunlar İslamı qəbul edirlər. Və İslam dini də qeyd elədim ki, azad, sülh dinidir, məhəbbət dinidir. Və İslam dininin də özünün Firudin din, Usulidin olduğu kimi, yəni kökləri, budaqları olduğu kimi, həm də onun öz xüsusiyyəti var. İslam dininin xüsusiyyəti, özəlliyi ondan ibarətdir ki, birinci imam. Yəni mən inanıram ki, həqiqətən Allah var, Allahın yaratdıqları var. Bəqərə surəsində buyurulduğu kimi gözlə görmədiyimiz mələklər, digər varlıqlar, ölümdən sonra həyat, məad var. Bunu biz qəbul edirik və Quranda buyurulanları da qəbul edirik. Və İslam dini bütün bunları əhatə nə qədər inkişaf etsə də Avropa ölkələrində, bugün Azərbaycanda demək olar ki, dinimizə qarşı münasibətlər fərqlidir. Çox fərqlidir. Məsəl üçün, hicab geyinən və yaxud da geyinməyən, mən bir qeyd elədim, din azaddır. Geyinən və geyinməyən, burada söhbət əsasən hicabdan yox, hicab haqqında danışacağım, hicabdan yox. Bizim mənliyimizdən, ədəbimizdən, bir qeyd elədim axı, birinci imamdır, ikinci əməldir. Əməl nədir? Yəni, mən özümə qarşı, digərlərinə qarşı necə əməl eləyirəm? Mən necə yaşayıram? Və digərlərə qarşı münasibətim nədən ibarətdir? Üçüncü isə ədəbdir. İslamda ədəb ən önəmli, yəni təqva ən önəmli bir mahiyyət daşıyır. Və insanların yaranışı da Allahın ilk yaratdığı zaman ruhlar aləmində gövhərə baxdı, gövhər utandı, tər tökdü və bizim ruhlarımızı yaratdı Allah Teala. Yəni biz özümüz sevgidən, bir də təqvadan, utanmaqdan yaranmışıq. Qaldı ki, bir-birimizə rişxənd eləmək, şəmatət eləmək, eyibçilik eləmək, bütün bunlar nəfs-i əmmarənin rəzalətləridir. Və Hüməzə surəsində nə buyurur? Deyir ki, Hüməzə, dillə, Luməzə gözlə. Kim ki kimə eyib eləyir, kim ki kimə rişxənd eləyir, onun yeri hütəmə. Dəryasından da, quyusundan da çətin bir dar bir məkandır. O, orada deyir ki, atəş içəridən yandırır. Sonra gəlir dərini yandırır. Allah qorusun. Yəni, İslamda olan, biz deyirik ki, müsəlmanlıq İslam dinindənik. İstəyir qadını olsun, istəyir kişisi olsun, istəyir örtülü olsun, istəyir örtüsüz olsun. Bir-birinə rişxənd eləmək, bir-birinə, o Peyğəmbərimizin ayə var ya Quranda, deyir, bir qardaşlarınızın ətini yeməyin. Qeybət eləmək, rişxənd eləmək ən böyük günahlardan biridir. Ən birinci bunu dərk eləməliyik. Bu da nədən qidalanmalıdır? Bizim tərbiyəmizdən, ədəbimizdən. Bunu ədəbimizi bilmək üçün, tərbiyəmizi bilmək üçün yenə Qurana müraciət eləməliyik. Yenə də Qurana müraciət eləməliyik. Yəni, Şəbnəm xanım, bu başı örtmək, örtməmək, insanlığın örtü bizi örtə bilər. Ancaq bizim o xüsusiyyətlərimiz var ki, nəfs əmmarəmiz var ki, onu idarə etmək hər kəsə nəsibi qisməti olur. Hacı xanım, mən bunu demək istədim ki, özüm şahidi olmuşam ki, bir hicablı xanım olub ki, hicabsız xanıma tənqid eləyib. Allah xatir tənqid olar, düzdürmü? Kənarda, qəlb qırmadan. Bir müddətdən sonra baxmışıq ki, həmin o hicablı xanım hicabsızdır. Artıq hicabını açıb, digər isə hicablıdır. Allah qorusun, Allah saxlasın. Və düzdür ki, bizlər hicabımıza, məsəl üçün namazımıza, xidmətimizə arxayın deyirik. Allahın rəhmətinə, bir də Əhl-i Beytin kəramətinə gözümüzü dikmişik. Quran-ı Kərimdə
hicab haqqında ayələr çoxdur. Bəli. 3 ayəni mən gətirə bilərəm. Məsəl üçün, Nur surəsi 31-ci ayədə buyurulur ki, yəni qadınlar öz deməli görsənən yerlərini, yəni boyunlarını, ondan sonra bir dənə əllə üzdən başqa örtsünlər və örpəklərini sinələrin üzərinə örtsünlər. Bu gün çox bir dəqiqə mən eşidən mübahisə edirlər ki, İslamda örpək söhbəti yoxdur. Yəni baş sözü yoxdur, orada işlənmir. Yaxşı, burada örpək söhbəti işlənmirsə və deyirlər ki, sinəni örtmək üçün o əsasən o ayə nazil olub. Mən üzr istəyirəm. Deyir, könnək deyəndə nə başa düşürük? Könnək geyinirik. Paltar deyəndə bədənə geyinən paltar. Naski deyəndə ayağa geyinən naski nəzərdə tutulur da. Örtük deyəndə başa düşülür. Divan üstü örtü, stol üstü örtü. Ancaq orada demir ki, o stolun ayaqlarını örtün. Demir, düzdür. Deyir ki, sizin görsənən, yəni ki, saçınız, qulağınız, boynunuz, görsənən yerləri örtün, belə deyir də. Yəni, əliniz üzünüz qalsın və sinənizin üzərinə örtün. Bugün əsas məsələ deyirlər, sinəni örtmək içindir bu ayə. Eybi yoxdur. Keçirik Əhzab surəsi, deməli, 59-cu ayəyə. Peyğəmbərimiz buyurur, Quranda buyurulur. Mömin kişilərin qadınları, mömin qadınlar, başlarınızı örtün. Hətta bürünün. Bürünün sözü gedir orada. Bir çox təfsirlərə baxa bilərlər. Məsəl ki, mən əsasən işlədirəm Şəkəvinin 1905-ci ildə onun kitabı çıxıb. Quran təfsiri, mən əsasən onu işlətirəm. Məşəkavinin bir də mən çox işlətdiyim, deməli çox maraqlandığım türklərin mürşid proqramı var. O mürşid proqramı 13 il ərzində dünya alimləri, türk alimləri də onun içərisində bütün dünya kitabxanalarını gəziblər və orada İslam tarixi, imamlarımızın tarixi, peyğəmbərlərimizin tarixi, Quranın ayələrinin açıqlanması açıq-aydın orada yazılır. Və burada hətta onlar qeyd edirlər ki, bürünmək deyəndə qadının bürünməsini, çünki bizim yaranışımız fərqlidir kişilərdən, düzdürmü? Biz nə üçün bürünməliyik? Çünki istər qadın olsun, istər kişi olsun, həsəd hissi, paxıllıq hissi, ondan sonra cürbəcür hisslər insanlarda oyanmasın. Bir də Quran-ı Kərimdə birisi 28 hərf var və oxşar hərflər çoxdur bunların içərisində. Quran-ı Kərimdə deməli həm kişi cinsi, iki cinsdən ibarətdir. Yəni qadın cinsi kişi cinsində gəlir sözlər. Quran-ı Kərimin özündə demək olar ki, bütün Quran kişi cinsində nazil olub. Bəzi sözlər var ki, kəlmələr var ki, qadın cinsində qutarır və o kəlmələrin sonunda, kişi cinsində gələn kəlmələrin sonunda tə hərfi açıq, ağzı açıq belə üstündə 2 nöqtələ yazılır. Ancaq qadın cinsində gələn kəlmələrin sonunda təmərbuta deyilən tə hərfindən istifadə. Həmin tə hərfidir. Sadəcə onların yazışı fərqlidir. Və kəlmələrin sonunda gələndə həmin hərf demək olar ki, başa aşağı bağlı yapışır o birisi sözlərə, sonunda gəlir. Ancaq tək gəldiyi zaman bütöv, yəni bütövlənmiş bir şəkildə. Bizim Quranımız bunu bizə bildirir ki, qadın, yəni əgər ailəsi ilə birlikdədirsə, ailəsini sonda başı örtülü, yəni başı aşağı, təqvanla, namusla ailəsini qorumalıdır, yoldaşını qorumalıdır. Ondan sonra özünü qorumalıdır. Əgər qadın artıq təkdirsə, bütövlükdə təkdirsə, hər tərəfli özünü qorumalıdır. Qadına İslam dinində böyük dəyər verilir. Düzdür, yazılır ki, fiziki cəhətdən, bir də maddi cəhətdən kişilər qadınlardan üstündür. Ruh cəhətdən, cihad cəhətdən qadınlarla kişilər bərabərdir. Məsəl üçün, Firudun dində cihad buyurulur. 3-cü maddədir, cihad. Cihad nədir? Kişilər müharibə eləməlidir, vətənini qorumalıdır, ailəsini qorumalıdır. Qadın nə eləməlidir? Bəs qadının cihadı nədir? Onun, yəni ona buyurulan əmr nədən ibarətdir? O daha böyükdür.
daha böyükdür. Həm ailəsini qorumalıdır, həm uşağını böyütməlidir, həm işləməlidir, ali təhsil almalıdır ki, cəmiyyət yetişdirir qadın. Allahdan sonra ikinci yaradan və cəmiyyəti yetişdirən qadındır. Ali təhsilli olmalıdır. Vallahi bizim nənələrimiz ali təhsilli olmayıb, ancaq onlardakı olan elm bəlkə də heç kəsdə olmayıb. Düzdürmü? Hər şey onlar öyrədiblər bizə, nənələrimiz öyrədiblər bizə. Və qadının cihadı kişinin cihadından daha böyükdür. Qadın hər şey haqqında düşünür. Ən birinci də qadın öz namusu haqqında düşünməlidir. Yoldaşı haqqında fikirləşməlidir, ailəsi haqqında düşünməlidir. Qadın böyük varlıqdır. Cənnət qadınların ayaqlarının altındadır. Ancaq biz qadınlar bir gün demək olar ki, əgər İslam dinini tam mənimsəsək, İslam dinini tam öyrənsək, bizim bugünkü gənclərimiz, qızlarımızın düşüncələri, gəlinlərimizin düşüncələri tam fərqli olur. Bütün elmlər İslam dinindədir. Hacı xanım, baxın, mən nə demək istəyərdim? Düzdür, bu mənim öz fikrimdir. Mən uzun müddətdir artıq gördüklərimə əsaslanaraq mən insanlara hicabına, namazına görə qiymət vermirəm. Mənim üçün vacib olan əhdə vəfalı olmaq, əmanətdar olmaqdır və biz hicablılar elə özümə aiddir. Bugün hicabdayıq, mən keçən dəfə vurğuladım. Hicabdayıq, amma qeybət var, abır aparmaq var, həsəd var ki, bütün qəbahətlər ki, Allah bəyənmir, hamısı bizdə var. İndi biz bəzilərdə heç bilmir. Baxırsan, kamil hicabdadır, amma bütün o qəbahətlər ki, Allah bəyənmir, hamısından məşğuldur. Siz bizlərə nə nəsihət, məsəl üçün belə deyim ki, məsləhətiniz nədir? Hansı kitabı oxuyaq? Bayaq vurğuladınız ki, Cihad-ı Əkbərlə bağlı, Əmmarə nəfslə bağlı. Hansı kitabı oxuyaq? Neylərdən çəkinək? Zəhmət olmasa bununla bağlı bizə tövsiyəniz. Bəli, biz qadınlar, ümumiyyətlə istir qadın, istir kişi bu dünyaya imtahan olunmaq üçün gəlmişik. Və bir saydığınız bütün o sözlər, mövzular bir imtahan vasitəsidir ki, Allah Teala bizi imtahan eləyir. Bu dünyaya gəlişimizin səbəbi Zariyyət 56 ibadət itaət etmək üçün gəlmişik. Ancaq ibadət itaət deyil. İbadət etdim. Mən başımı bağlayıram, namaz qılıram. Ancaq mənim dilim, gözüm dayanmırsa, mən idman eləyirəm də, belə deyim sizə, oruç tuturam. İbadət itaət deyil. İbadət bilirsiniz nədən ibarətdir? Bu dünyaya gəlməyimizin məğzi nədən ibarətdir? Mənim insanlara qarşı və yaxud dedim münasibətimdən, özümə qarşı münasibətimdən ibarətdir. Və mən o biri dünyaya, bu dünyaya gəlməyimin səbəbi mənim ruhumun nə idi? Yəni inkişafı üçün ki, mən əbədi dünyada məqam qazana bilim. Bu imtahan dünyasıdır, düzdür. Ancaq yenə ibadət itaət deyil. Əgər biz geyimimizə, sözümüzə, dilimizə riayət eləyə bilmiriksə, o ibadət yəni sayılmır demək olar ki. Hər kəsin özü üçündür, ibadətin də özün, itaətin də özün üçündür. Ancaq gəlməyimizin bu dünyaya məğzi əbədi dünyamızı əməl aparmaq və gözəl niyyət aparmaqdır. Mən tövsiyəm o olar ki, düzdür, biraz böyük çıxmasın. Məsələn, 5 kitabı mən hazırlamışam dinimizin inkişafı üçün. Bu 5 kitab nədən ibarətdir? 5 kitabda demək olar ki, irfan elmi, təsavvuf elmi haqqında duyğularımızın idarə olunması, nə üçün mən şəmatət eləyirəm? Hansı duyğunun, hansı nəfsimin, hansı rəzalətidir ki, mən qeybət eləyirəm, eyibçilik eləyirəm? Yəni, buna psixologiya elmi deyilir və bu biz elmi əgər öyrənsək, yəni yenə də sözümü canı odur, biz İslam dinini tam öyrənsək, İslam dinində psixologiya var, təchiz elmi, tibb elmi var, İslam dinində kainat elmləri var. Biz dinimizi öyrənmək istəmirik. Onun bunu bugün internet bizim cavanlarımızı sosial şəbəkələr idarə edir. Bir-birlərinə bir sualı kimsə çaşır danışır, dində parçalanma salmaq üçün, təfriqə salmaq üçün onu müzakirə edirlər. Doğrudan baş sözü yoxdur, doğrudan Yasin oxumaq olmaz, doğrudan bunu eləmək olmaz. Niyə biz o da buna baxırıq? Hələ o kitablarda, həmin o 5 kitablarda İslam dininin həqiqətləri, ismi şəriflərin hikmətləri, surələrin fəzləri, qıssa təfsirdir. Tələbələr üçün hazırlanıb ki, oxuduğum
oxuduğumuz zaman surəni qısa təfsiri məlum olsun ki, bu surə kimlərdən, nələrdən danışılır. Bəli, ondan sonra İslam psixologiyası haqqında, bizim deməli nəfs əmmarəmiz haqqında, qəzəbimiz haqqında, bədəni bir şəhərə bənzədir, ürək şəhərin padşahıdır, ağıl şəhərin vəziridir, qəzəb şəhərin polisidir, nəfs şəhərin maliyyə müdürüdür. Bunları idarə etmək. Əgər bunlar bir-birini idarə edə bilmirlərsə, o şəhərdə xaosdur. İndi mən sizə başa düşürəm, siz üçün çox çətindir. Siz bu dində başı bağlılar, başı bağlanmayanlar arasında bu münasibətlər, ümumiyyətlə gənclər arasında bir-birinə münasibət. Bunları hamısını yerinə qoymaq üçün yenə də Quran-ı Kərim nə nazil oldu? İqra bismi Rəbbikə. Oxu, oxu, oxu. Yəni elm almaq lazımdır, öyrənmək lazımdır, oxumaq lazımdır. İmamlarımızın elmindən bəhrələnmək lazımdır. Cəfər Sadiqin tələbələrinin hazırladığı, bax, məsəl üçün belə deyim sizə, Mərifətnamə İbrahim haqqını. Ondan sonra Qəzalinin kitabı, Təbərətəvalinin kitabları. Orada məyər bizim duyğularımız haqqında məlumatlar verilmir? Bütün indi Peyğəmbərə verilən suallar bir gün sizə gətirdiyim kitabda. Orada bütün Quranın qissələri, Tövratda, İncildə olan qissələr və bir də psixologiya haqqında, bizim duyğularımız haqqında, idarə olunması haqqında məlumatlar verilir. Və çox asan, çox rahat. Bu qəlbə sevgi, məhəbbət, ədildir də 3-cü maddə. Düzdür, usul-i dinin. Biz ədalət qoyduqdan sonra həm xəstəliklərimiz olmayacaq, bədənimizdə xəstəliklər olmayacaq. Çünki bütün xəstəliklər sinirdən, qəzəbdən yaranır. Həm xəstəliklər olmayacaq, həm də insanlar arasında, gənclər arasında, başı bağlayan, bağlamayanlar arasında bir rabitə, məhəbbət olacaq. Allah tək idi, vahid idi, bizi vəhdətdə yaratdı və bizi buyurdu ki, vəhdətdə yaşayın, bir-birinizi sevin. Bir-birimizi sevməsək, nə olar? Qiyamət tez gələr çatar. Qiyamətin əlamətlərindən biri də sevginin bitməsidir. Allah elinizə bərəkət versin. Çox təşəkkür edirəm. Artıq bizim son dəqiqələrimiz qalıb. Əziz, dəyərli Hacı xanım, o bəzi xanımlar ki var, hicablı xanımlar, sosial şəbəkədə bir də görürsün mənə göndərirlər, canlı açırlar, videolar olur. Onunla bağlı qısaca istəyərdim onlara tövsiyəmiz və duamız. Biz hicablı xanımlara duamız. Bəli, mənim tövsiyəm odur ki, hicablı xanımlara hicabdan istifadə etmək olmaz. Hicab bizim xanım Zəhran salamullah əleyhanın bizə əmanətidir. Allah heç vaxt bizi xanım Zəhra yanında, salamullah yanında utandırmasın. Amin. Allahın mənə verdiyi bir əmanətdir. Mənim də arzum, istəyim sizə, əzizim, Allah həmişə sizi başucu eləsin. Bütün hicablı xanımlarımız. Bəli, hicablardan gedir, başucu eləsin. Allah izzətli eləsin. Hicab qadının əzəmətidir, izzətidir, iffətidir. Hicabdan istifadə etməsinlər. Mənim tövsiyəmdir. Fərqi yoxdur, şəhid anası olsun, kim olur olsun, qadınlardan söhbət gedir. Yəni, hicabı əldə bayraq etməsinlər. Həqiqətən mən xəcalət çəkirəm. Bir şəhid anası kimi mənim tövsiyəmdir, mənim onlara fikrim budur ki, deməyim budur ki, hicabdan istifadə etməsinlər. Hicabın taxma qaydası var, örtmək qaydası var. Nəfsimizə görə istifadə Bəli, eləmək. nəfsimizə görə. Bəli. Hacı xanım, ilahiyyatçı əziz xanımız bayaq buyurdu, dedi, hicabı elə örtmək lazımdır ki, yəni əzalardır, nə bilim, sırqalardır, taxırlar, çıxardırlar, boynu açıq, digər yerlər açıq, nə bilim, dar paltarlar. Yəni, həqiqətən bir ana kimi, şəhid anası kimi heç mənim xoşuma gəlmir, bəyənmirəm və mən görəndə də deyirəm sözümü. Allah sizləri hifz eləsin, Allah hidayət eləsin, bizləri düz yolda qərar versin. Həmişə Allahın əziz bəndələrindən olasınız. Amin inşallah. Sizə sonda uğurlar arzulayıram. Təşəkkür edirəm ki, dəvət etdiyiniz üçün. O bəzi insanlar ki var, məsəl üçün, gəlin biz
kamil şəkildə dinin qayda qanunlarına riayət edən insanlardan nümunə götürək də. Düzdürmü? Nöqsanlı, Düzdür. qüsurlu insanlardan nümunə götürmək. Onda bu bəhanədir. Namaz qılmaq istəmirik, hicab taxmaq istəmirik. Həmin insanları bizə nümunə olaraq göstərməyin də. Çünki çox kamil şəkildə hicaba, çarşaba, dinə riayət edən insanlarımız var. Onlardan nümunə götürək. Çox əfsuslar olsun ki, istəməzdik, amma ki bizim vaxtımıza az qalıb. Biz sağollaşmalıyıq sizlə və mən bir daha əziz dəyərli iki qonağımıza, Hacı xanıma, Hacı xanımlara çox təşəkkür edirəm. Vaxtınızı ayırdığınıza görə İrs Media əməkdaşlarına təşəkkür edirəm. Allah bu xidmətləri hər birimizdən ali dərəcədə qəbul eləsin. Axır aqibətimiz xeyir olsun və hər birimizi Allaha əmanət edirik.